Bir qardaşımız yazdı mənə Rasiyadan, dedi ki, Allah heç kimə göstərməsin, atam yataq xəstəsidir. Dedi, qardaş, heç düşmənimə arzu eləmirəm gözünün önündə böyüyünün, atasının, valideyninin şam kimin əriməyini görsün. Çox ağır dərddir, dedi. İstəyirəm atama bir gözəl şeir səsləndirəsən. Allah bir möcüzə yaratsın, Allah şəfasını versin inşallah. Bu şeirimizdə oğlu Aqif tərəfindən atası Vaqif üçün əsr olunur. Yazmışam ki, əlacı olmadı, çarə olmadı. Dərman tapılmadı, sağalsın ata. Bilmirəm neyniyim, yol axtarıram, qoy canı sağ olsun, yaşasın atam. Yaradan bəxtini belə mi yazır? Gözümün önündə yox olur atam. Al mənim ömrümdən ona ver Allah, ömrünü biraz çox yaşasın atam. Əziyyət zülümlə böyüdüb məni, rahatlıq görməyib həyatda vallahi. Razıyam, mənə ver ağrı, acısın, qoy biraz rahatca yaşasın atam. Dağları, daşları gəzən atamın bu halda görməyə ürəyim gəlmir. Dərdimi heç kimə deyə bilmirəm, nə çəkir bu canım heç kimsə bilmir. Dərdimi heç kimə deyə bilmirəm, nə çəkir bu canım heç kimsə bilmir.